İnanç en büyük tehlike. Biraz sert giriş oldu. Sert giriş olmasının sebebi tarih boyu her zaman inanç, inançsızlıktan daha büyük zarar verir. Təsəvvürünüzdə indi hal-hazırda daşıdığınız inancın sizə hər hansı bir zarar verdiğini düşünmediğiniz için sözlerimi diğer bir Türkçemizle diyecek olursam ön yargıyla izleyirsiniz ki bu ne danışır? Ümumiyyətlə dünyaya her zaman şuursuz bir şekilde inanç hakim olduğu için ümumi olarak inanmağın təhlükəsindən bəhs edəcəm. Niye? İster İslamla əlaqəli olsun, ister Hristiyanlıqla əlaqəli olsun, ister Yahudiliklə əlaqəli olsun, fərq eləmir. İster fərdi olsun, yani ister həyat yoldaşların bir-birinə olan inancı ilə əlaqəli olsun, ister valideynlərin uşaqlarına olan inancı olsun, ümumi olaraq inancdan bəhs edirəm. Sadəcə Tanrı və qul arasında olan ilişkidən bəhs edirəm, münasibətdən bəhs eləmirəm. Ümumi inancdan bəhs edirəm və bu inancın həm cəmiyyətə, həm fərdə ümumi olaraq nə qədər zərər verdiyi ilə əlaqəli. Bu milli mənada da, milli şuurda da olan inanc. Yəni hər şey buna daxil, hər şey. Yəni inancın zənn etdiyimiz qədərilə məsum bir şey olduğunu düşünmüyor. Dağıdıcı qüvvəsi o qədər güclüdür ki, dünyada bununla paralel olabiləcək heç bir şey yok. Məsəl üçün, Hristiyanlar inanır ki, İsa Peyğəmbər bütün Hristiyanların, ona inananların günahını öz bədəni ilə, öz vücudu ilə ödəyib. Ona görə Hristiyanlar bu mənada bir günahsızlıq şuuru içərisində. Və bu günahsızlıq şuuru onlara, bax, inanç, günahsızlıq inancındadılar və tarix boyu istər öz aralarında, istər özləri kimi inanmayan digər xalqlarla nəyi var, ölümünə, hər cür vəhşilikləri göstərərək mübarizə apardılar. Çünki belə bu şəkildə inanırlar. Günahsızlıq hissi, günahsızlıq inancı onlara hər cür caniliyi eləməyə şərait yaradır. Çünki inanc budur və o inancın tarix boyu onlara qarşı gələnlərə də nə qədər zərər verdiyinin bir acı bir örneğidir. İslamda gerçək dinin, özünün inandığı din olduğunu düşünür. Kur'an'dan da özünə görə mənalar çıxarır və ya oradakı əmrləri birə-bir uyguluyur. Ən çox da məzhəblərin, ən çox da hədislərin, işte nə bilim digər dini kitabların, rəhbər olaraq gördüyü kitabların mənimsəyib və deyir ki, bu insan kafirdir, öldürülməli. Bu insan kafirdir, bunun hər şeyi halaldır. Bu insan buna inanır və inandığı şeye elə bir hizmet edir ki, vurduğu zərərlərdən xəbərsiz. Çünki nəfsə xidmət edir əslində. Yahudilikdə, Yahudilər inanır ki, bütün insanlar onlara xidmət etmək üçün yaradılır, düzdür? Yəni, bütün xalqlar, bütün cəmiyyətlər hamısı onlardan aşağıdır. Və adamlar hardasa 1000 illiklərdir deyə biləcəyimiz bir zaman dilimində bu inancı nəsillər boyu daşıyıblar və bunun üçün mübarizə edirlər. Niyə? Çünki belə inanılır və inancın istər Hristiyanlıqda, istər İslamda, istər Yahudilikdə, istər digər dinlərdə yer edilmiş zərərlərini tarix boyu ümumiyyətlə açıb kitabları oxusaz, bu prizmadan baxacaq olursaz, vurmadıqları zərərdir. Çünki inanç dünyada ən çox istismar olunan bir şey. İstismar olunduğu üçün inanç daim dəyişmə olur. Daim orijinal bir şəkildə qalması demək olar ki, mümkün deyil. Çünki inancdan yararlana biləcək mənfəət sahibləri tarix boyu o qədər çox olub və olacaq ki, onun üçün inanc daim və daim dəyişimə, dəyişikliyə uğrayan bir şeydir və avtomatik olaraq ona inananlar da bu şəkildə dəyişir. Yəni İslamın sünnilik və şiəlik məzhəbində olan inancları belə ələ aldığınızda dəhşətə gəlir. Mühakiməli inanma, mühakiməli. Səni və ya evlatlarını gələcəkdə hal-hazırda istismar eləyə biləcək hər hansı bir qapı buraxmamaq şəklində inanclı yetişdirmək lazım. Yəni sən dünyanın var olan elə bir təhlükəli cəryanının içərisindəsən ki, bir cəryandır, bir elektrik cəryanıdır, toxumanı yandırır, kül eləyər. Ya da ki, sən bir ötürücü olarsan, başqasını yandırarsan, ya da bir onu enerjiyə də çevirə bilərsən, işıqlandıra da bilərsən, faydalı hala da gətirə bilərsən. Bunu necə istifadə edəcəyin tamamən və tamamən sənin əlindədir.
Çox çətindir. Rahat bir şey deyil. Qətiyyən rahat bir şey deyil. Çünki o qədər bilgi kirliliği var ki, inanç bir gücdür və hakim olan digər bir güc bu gücdən hər zaman bəhrələnmək istəyir. Hər zaman. Eyni zamanda qara bir dəlikdir. Yaradan da maalesef ki, mühakiməsiz bir şəkildə inanan insanların oluşturduğu bir qara dəlikdir. Onun üçün hər zaman nəyəsə fərq eləmir. Evdə yoldaşa, uşağa, çöldə qonşuya, yaşadığınız ölkəyə, inancınız olan dinə hər zaman mühakiməli, hər zaman mühakiməli bir inanc. Bu sizin həyatınız boyunca daha güvənlikli, daha zərərsiz həyat yaşamağınıza səbəbiyyət verəcək. Yoxsa digər türlü hər zaman, hər an, hər sahədə istismara məruz qalma ehtimalınız çox böyükdür ki, tarix boyu bu istismarların və yaxud da dadladıqlarım kimi həddi hesabı yox. Məsələn, mən yaşlılarla söhbət edəndə, məsələn, deyir ki, 250 manat, çox şükür 250 manat pensiya alıram, Allah'a şükürlər olsun. Mənə bəs eləyir, yetərlidir. Oysa məsəl üçün o insanın alması gerəkən pensiya 700 manat, 800 manat və yaxud 1000 manat. Yəni rəqəm önəmli deyil, amma kəsinliklə söylədiyi rəqəmdən daha çox. Yəni həyat standartı buna uyğun deyil. Amma o buna şükür edilməsini inanır və belə bir mənimsəyir. Bu çarəsiz bir mənimsəmədir. Amma bu çarəsiz mənimsəmə illər boyunca artıq heç bir düzəlməyişdən sonra bir şey halına gəlir. Şükür edilməsi bir hal gəlir. O inanır ki, bunu bu şəkildə Tanrı edir və bundan dolayı şükür eləmək lazım. Nə qədər təhlükəli bir şeydir. Yəni məsələn bu insan buna inanır və onun inancı ona zərər verir. Niyə zərər verir? Çünki onun haqqı 800 manat, amma 300 manat alır. Amma o 300 manat üçün şükür edir. Olunmaması gereken şey üçün şükür edir. Haqqı 800'dür və o 300 manatı ona Allahın rəva gördüyünü və Allahın bir neməti olduğunu düşünür. Mənə bəsdir, bu bəsdir. Minnətdarlıq şuuru mükəmməl bir şey. Şükürlü olmaqda. Amma insan mühakimə yürütməsi gereken yerdə bu bunun haqqıdırmı? Buna burada haqsızlıq olunurmu? Olunmurmu? Bunu ayırt etməsi gereken yerdə şükür edirsə, yanlış inançdan dolayı qəbullanış nəsillər boyunca davam edən bir şeydir. Ta ki birisi çıxıb mühakiməli şəkildə xeyr, sən düzgün düşünmürsən, bu belədir, bu belədir, bu belədir deyənə qədər. Yəni həyatda ən çox mühakimə olunması gereken şey inançdır. Oysa ki bizə öyrədilən şey nədir? Sorğusuz, sualsız bir şeyləri qəbul eləmək. Elə həyatı boyunca bizə zərər verən şeylər də bunlardır. Sorğusuz, sualsız deyil. Sorğulu, suallı qəbul. Sorğulu, suallı.